Münasibətdə olduğum şəxs ehtiyacımı dirəşərək dediyim üçün məndən ayrıldı. Gözlənti içindəyəm hələ də. Bu vəziyyətdə mənə nə tövsiyə edə bilərsiniz? Münasibətdə gözlənti içərisində olmağınız çox təbiidir. Olan bu gözləntiləri qarşı tərəfdən danışmaq lazımdır və bu əvvəlcədən kontrakt kimi olmur. Təbii olan müəyyən hadisələr yaşayırsınız və o həmin hadisələrdə duyğularınızı, gözləntilərinizi ortaya qoyursunuz. Bəzən olur ki, qarşıdakı tərəf bu gözləntiləri çox rahatlıqla qarşılamaq istəyir, hətta hazırdır buna və bəzən də olur ki, qarşıdakı tərəf sizin gözləntilərinizin olmamağı olduğunu düşünür. Bu dirəşmək sözü diqqətimi çəkdi. Yəni bu dirəşmək nə deməkdir? Bunun üzərinə düşünün. Məsələn, niyə məhz dirəşərək ifadə eləmisiniz? Niyə bunu olduğu kimi ifadə eləmək mümkün olmayıb? Ola bilərmi ki, bu ehtiyacınızın bir növ qarşılanmayacağına çox əmin olmusunuz? Ya da ola bilərmi ki, bu ehtiyacınız qarşılanmırdı artıq bir müddətdir və siz artıq dirəşirdiniz ki, qarşılansın? Bunun üzərinə düşünə bilərsiniz. Digər bir məsələ, sevə bilərəm bu adamı, amma bu adam mənim üçün doğru adamdır, yoxsa yox, mən necə bir münasibətdə olmaq istəyirəm. Bunun üzərinə düşünə bilərsiniz. Çünki günün sonunda ikili münasibətlər insanı bəsləyən yerlərdir və siz necə bir münasibətdən bəslənərsiniz?